nə şəhid vermisiniz, nə bir itki yaşamısınız, bir kişi davası aparırsınız ay Afət xanım. Baxın, bayaq sizin bir canlınız qarşıma çıxdı. Bax, burada da tutuşdururam. Bax, həmin o canlıda da belə bir video çəkməmək üçün yazdım ki, bir dənə mən canlıya qoşun da. Orada sizə fikrimi bildirib bitirəcəydim də, çıxacaqdım canlıdan. Dəfələrlə yazdım. Bəlkə də oxudunuz, çünki oxudunuz, mən gördüm sizin verdiyiniz reaksiyadan. Amma ciddiyə almadınız. Ona görə mən belə bir video çəkirəm. Mən Vəfanın vəkili deyiləm, Vəfanın dostu deyiləm, sizin isə düşməniniz deyiləm. Artıq o rəylərdə sizə yazılan kommentləri belə görüb başa düşürəm ki, insanlar bezib sizin danışdıqlarınızdan, dediklərinizdən, başqasının balasına bic deməyinizdən iyrəniblər artıq. Mən də bir ana olaraq, bir qadın olaraq ona görə susmaq istəmirəm. Baxın, bax deyirsiniz bicdoğan. Və siz kimsiniz? Siz nəyə görə deyirəm? Başqasının balasına bic deyən, günahsız körpələrə elə bir çirkin söz ünvanlayan, bic sözündən bəhs edirəm. Ünvanlayan bir qadın kimdir? Mənə çox maraqlıdır.